müəllim üçün və özünü direktor sayan adamlar üçün birinci növbədə əxlaq lazımdır. İkinci növbədə isə səbir lazımdır. Təhsil sistemində artıq təhsilin yüksəliş dövrlərini də biz görmüşük. İndiki halda isə təhsilin idarə olunmasından tam narazıyam. Azərbaycan gənclərini pozan Respublika televiziyasıdır. Çünki orada yarıçılpaq qadınları göstərirlər, eləyirlər. Mənəviyyatımıza böyük zərbə vururlar. Bu mənəviyyatdan yaxa qurtarmaq üçün mən deyərdim ki, onlar da öz işlərini təkmilləşdirsinlər. Bəlkə də Azərbaycanda Dünya Kitabxanasının üzvü olan 5-6 adamlardan biriyəm. Mən həmişə yaradıcı adamlarla əhatə olunmuşam. Çünki yaradıcı adamlara düzlük lazımdır. Mirqabıl müəllim də özünü gərək düz apara.